Kürdəmir rayonu Atakişli kəndi ərazisində yerləşən Dafne Agro MMC-yə məxsus heyvan satışı bazarının rekonstruksiyadan sonra fəaliyyətinə icazə verilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Buna əsasən belə deyək, çardarlar qurulub, asfaltlanma işləri görülüb, dez baryerlər qurulub giriş-çıxışlara. Bundan başqa yem anbarı, izolyator və digər işlər görülmüşdür. Bazar ərazisində heyvanların nəqliyyat vasitələrindən rahat şəkildə boşaldılması və yüklənməsi üçün rampalar təmin edilmişdir. Daim baytar nəzarətin təmin edilməsi üçün xüsusi məntəqə inşa edilmişdir. Bununla yanaşı qida təhlükəsizliyi və sanitar normalarının uyğunluğunun təmin edilməsi məqsədi ilə bazar ərazisində yaşayış obyektləri kənara çıxarılmışdır. Bundan öncə Beyləqan, Ağcabədi, Biləsuvar, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb. Hazırda Masallı, Xaçmaz və Sabirabad heyvan bazarlarında intensiv təmir və rekonstruksiya işləri aparılır. Qeyd edək ki, bazarlar Qida Təhlükəsizliyi Agentliyinin kollegiyasının 50 nömrəli qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun yenidən qurulmalıdır. Yenidən qurulan heyvan bazarları isə yalnız agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər.